Mercedes W210 markalı avtomobil yaxınlaşdı. Avtomobil M112 mühərriklə təchiz olunub, 2.4 V-brazlı 6 silindir mühərrik. Avtomobildə boğulma problemi var idi, çəkimi yox idi. Diaqnoz qoyduq ki, avtomobildə problem farsunkalardan qaynaqlanır. Farsunkalar burada sökülür, salnikləri də qurumuşdu və hava çəkirdi, həm də farsunkalar tutulmuşdu. Burada da farsunkaların vəziyyətini görürsünüz. İndi ultrazvukda yuyulub, sonra da stend olunur. Burada isə stend olunan vəziyyətini görürsünüz. Salniklərin hər birisi yenisi ilə orijinal salniklə əvəz olunacaq. Sizin də əgər avtomobilinizdə boğulma problemləri, digər problemlər, elektrik, silesar, motor problemləri varsa, servisimizə müraciət edə bilərsiniz. Burada da farsunkalar yığıldı yerinə. Müştərimizə xeyirli, uğurlu olsun. Burada da müştərini yola saldıq, getdi.